Salam, hər vaxtınız xeyirli olsun. Masazırda məktəbə dayanacağa yaxın, tam təmirli vəziyyətdə, sənədlər qaydasında olan 2 otaqlı həyət evi satışdadır. Evin qeyd etdiyimiz sənədlər qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcək. Bura evin üst görünüşüdür. Göründüyü kimi tam təmirli vəziyyətdədir ev. İndi evin içərisində tanış olacaq. Bura kombi sistem çəkilibdir. Kombi aparatçısında yeri hazır vəziyyətdədir. Bax, belə bir geniş həyəti var ki, 3 maşın rahatlıqla həyətinə yerləşir. Su xətti çəkilib, həyətinə daş döşənibdir. Həyətinə göründüyü kimi çılçılaqlar da vurulubdur. Kanalizasiya sistemi mərkəzidir. Qaz, su, işıq daimidir. Evin bir daha üst görünüşünü göstərim və bir də onu göstərim ki, evin fundamenti karkaz beton, 4 bir tərəfi qoşadaşla tikilib və beton kəmər də var. Bax, beton kəmər də görsənir və evin bax, bura yan tərəfində işte burada podvala girişi və evin arxa hissəsindən keçmək mümkündür. Beton kəmər də bax, buradan da belə görsənir. Qeyd edim, 4 bir tərəfi qoşa daşla tikilibdir. Ev 7-8 daş kürsüdədir. Bax, belə bir geniş göründüyü kimi zirzəmisi var. Otaqların da altına keçmək mümkündür və zirzəmidən də rahatlıqla istifadə etmək mümkündür. Evə daxil olduqda geniş bir mətbəx, koridor, yəni bir yerdə böyük bir geniş, bax, belə bir studiyadır. Mətbəx mebelsinin yeri hazır vəziyyətdədir. Mətbəxin bax, bu alt hissəsi beton vurulubdur. Otaqların döşəməsi göründüyü kimi taxtadır. Bura geniş bir zal otağıdır. Kondisioner üçün işıq xətti çəkilib. Kombi sistem qeyd etdiyim kimi hər bir otağa çəkilib. TV üçün işıq xətti çəkilibdir. Bura görünüşü həyətinədir pəncərənin və geniş bir yataq otağı. Burası belə bir geniş yataq otağı. Evlərin də arasındakı məsafə 2 metrdən artıqdır. Burası hamam otağıdır. Metlaq kafellidir. Evin başlanğıc qiyməti 45.500 manat deyilir. Bax, hamamda da onu qeyd edim ki, döşəməsi də beton vurulubdur. Ev göründüyü kimi tam təmirli vəziyyətdədir. Real alıcıya endirim olunacaqdır. Bu ev haqqında və digər başqa evlər haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.